Bazarlardan danışmıram. Amma o gün bir canlaşmışdılar. Belə çiyələyi yeşiklərdə, qutularda qoymuşdu. Satıcı ilə qışqırırdı. 1 kiloqramı 1 manat, 1 manat, 1 manat qışqırırdı. Oturub gözləyirəm görüm bu hardadır. Dedim bəlkə Bakıdadır. Sonra məlum oldu, yox, Bakıdan kənarda, rayonlardadır. Onlar da bazarda canlı açırlar. Alıcı gətirmək üçün qiyməti belə də deyirlər. Çiyələk marketlərdə çiyələyin qiyməti neçəyədir? Yenə də deyirəm, Tarif Şurası bax qiymət qoyan bir idarəmizdir, komitəmizdir. Qiymətləri tənzimləyən bir təşkilatdır, özü dövlət təşkilatıdır. Lazım, bir də görürsünüz, elə bir şeyin qiymətini qaldırırsınız, tənzimləmirsiniz, qaldırırsınız, qiymət baxırsan ki, neçədir? Niyə bu meyvələrə, bax, yay mövsümü meyvələrinə, qiymətinə bir nəzarət etmirsiniz? Tez də deyirsiniz ki, sahibkar qiymət qoymada sərbəstdir. Sahibkar 9 manat 99 qəpiyə gilası qiymət qoyub, Qubada, Xaçmazda, Şabranda onları 30 qəpiyə alırlar 1 kiloqramını. Bir şərtlə ki, onu da ev sahibi, həyətin sahibi, nə bilim, orada xüsusi olaraq bağ yetişdirən təsərrüfatçılar var da, onlara deyir, yığın bizə verin 30 qəpiyə 1 kiloqramını. Yaxşı, bunun sonu hara gedib çıxacaq? İnsanlar, nə olsun Bakıda yaşayır insanlar? Bakıda bəyəm pullar belə lap çoxdurmu? Aşıb daşırmı? İnsanların ehtiyacı var meyvəyə. İnsanların yeməyə ehtiyacı var, mürəbbə pişirməyə ehtiyacı var. Siz bilirsiniz ki, meyvə elə bir şeydir ki, orqanizmdə olan o çirkabları çıxarıb çölə ifraz edir, insana güc verir, qüvvət verir, qanı təzələyir. Digər də o qədər meyvələrin insan orqanizmə xeyri var ki, gücləndirir də bir sözlə. Bu qiyməti tənzimləyəndə bir diqqətli olun da, hörmətli market sahibləri, hələ ki bazardan danışmıram. Özü ən çox mərkəzdə olan market sahiblərinə deyirəm. Bir də Tarif Şurasına deyirəm. Bir çiyəliyə nəzarət yetirin. Gilasa, şaftalıya, digər meyvələrə də.